2026-cı ildə bir gənc proqramlaşdırma öyrənməlidirmi? Sualımızı belə qoyaq və birinci onu aydınlaşdıraq ki, bu sual mənim işim yoxdur, işdən çıxarılmışam və ya özümü hələ ki peşəmi tapmamışam. Mən 2026-cı ildə IT sahəsinə girməliyəmmi? Sualından biraz fərqlənir. Mənə görə hər iki sualın cavabı eynidir və hədir. Amma ikinci sual biraz daha riskli sualdır. O suala başqa vaxt yenidən qayıdaq. İndi qayıdaq bizim əsas sualımıza. Bir gənc 2026-cı ildə proqramlaşdırma öyrənməlidirmi? Bəli, öyrənməlidir. Ona görə öyrənməlidir ki, proqramlaşdırma təkcə developerlar üçün və ya proqramist, tərtibatçı olaraq adlandırdığımız adamlar üçün lazım olan bir bacarıq deyil. Proqramlaşdırma ümumiyyətlə bir ustanın da işinə yaraya bilər. Texnologiya dövründə yaşadığımız bu günlərdə biz hər yerdə proqramlaşdırmanı görürük və onun necə işlədiyini başa düşməyimiz etdiyimiz əksər işdə bizə kömək eləyir. Təkcə bu səbəbə görə proqramlaşdırma öyrənmək olar. Lakin gələcəkdə özünü IT sahəsində görmək istəyənlər bu sualı verdikdə, əlbəttə onların proqramlaşdırma öyrənmək üçün sadə bir insanın proqramlaşdırma öyrənməyindən daha çox səbəbi olacaq. Birincisi, proqramlaşdırma daima informasiya texnologiya dediyimiz bu sahənin bir hissəsi olacaq. Və bu sahədə nə iş görürüksə, proqramlaşdırmanın necə işlədiyini bilmək və ya müəyyən alətləri proqramlaşdırma vasitəsilə daha yaxşı istifadə edə bilmək bizi rəqiblərimizdən, yəni iş bazarında rəqabət apardığımız digər namizədlərdən açıq-ara qabağa çıxardacaq. Ümid edirəm cavabım müəyyən qədər açıqlayıcıdır. Bu səhifədə də proqramlaşdırma ilə bağlı videolar çəkməyi və paylaşmağı planlayıram. Maraqlıdırsa izləyə bilərsiniz.